Demokratiya tərəfdarları onu kommunist kimi, kommunistlər demokrat kimi tanıdılar. Şəxsiyyətində ziddiyyət yox idi. Dövrün ziddiyyət şimşəkləri onun demokratiya çağırışlarını eşidilməz etdi. Azadlıq Radiosunun İz Mədəniyyət proqramı ötən yüzilliyin ortalarında Güney Azərbaycanda qurulmuş milli hökumətin başçısı Seyid Cəfər Pişəvərinin həyat və mübarizə yoluna işıq salmağa qərar verdi. Təklənmiş demokrat. Eşitdiyiniz radyo dastan belə adlanır. İzin bələdçisi Pişəvərinin həyatı və ictimai-siyasi fəaliyyəti barədə kitab yazmış, Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Əkrəm Rəhimlidir. Xoş gördük Əkrəm müəllim. Sağ olun. Bu mövzuya Seyid Cəfər Pişəvərinin həyat və fəaliyyətinə nə vaxtdan müraciət etməyə başladınız? Demək olar ki, 10 ildir mənim nəzər diqqətimdə idi. Səbəbi də odur ki, mən gördüm ki, 20-ci əsrin əvvəlində tarix Azərbaycana çox görkəmli siyasi xadimlər bəxş edilibdir. Bunların hamısı haqqında kitablar yazılıb, monoqrafiyalar yazılıb, hətta filmlər çəkilib. Dram əsərləri olub, romanlar yazılıb. Ancaq nədənsə bu böyük insan kölgədə qalıb. Elə bir pərdə arxasında qalıb. Bəli, bunu İranda isə bunun haqqında yazılanlar çoxu demək olar ki, 90%-i böhtan, Pişəvəriyə qarşı yalan, uydurmalar, Pişəvərini Sovetlərin agenti kimi təqdim eləmək oxucuya, Pişəvərini kənardan İrana gəlmiş bir adam kimi təqdim eləmək. Məqsəd burada təkcə Pişəvəri yox, həm də Pişəvərinin başçılıq etdiyi Azərbaycan milli hökuməti ləkələmək. Bax, bunları mən oxuyanda gördüm ki, həqiqətlə qeyri-həqiqət üz-üzə dayanır, ancaq həqiqət hələlik ortaya çıxmır. Və məcbur oldum mən 3 il bundan qabaq bu mövzuya keçdim. Deməli, mən Pişəvərinin doğulduğu Cənubi Azərbaycanın Xalxal mahalının Zeyvə kəndinə qədər getdim. Doğrudan mı? Bəli, oradakı bunun həm yerlərinə söhbət elədi. Çox təəssüf olsun ki, Pişəvərin nəslindən heç kəs mən tapa bilmədim ya da hər hansı siyasi mülahizə görə tanıtdırmadılar. O kəndin şəklini də çəkdi. Oradan belə başlamış ta qəbrə qoyulana qədər bütün sənədlər üzrə mən Pişəvərini tədqiq edib və nəhayət dostların köməyi ilə bu kitab 2 ay bundan qabaq ortaya çıxdı. Və bununla mən bir növ öz mənəvi borcumu yerinə yetirmiş oluram. Ona görə ki, Pişəvərinin dövründə bir il öz ana dilində dərs alan şagirdlərdən biri də mən olmuşam. Azərbaycanda bir il hakimiyyətdə olan zaman Pişəvəri Azərbaycana etdiyi o böyük xidmətlər, küçələrin asfaltlaşması, şəhərlərin abadlaşması, kəndlərə ağrar islahatı keçirib torpaq verilməsi, dayanmış sənayelərin işə salınması, məktəblərin açılması, universitetin açılması çox sayma olar. Bunlar hamısı bu böyük öndərin adı ilə sıx bağlıdır. Lakin təəssüf olsun, çox təəssüf olsun ki, bunlar indiyə qədər ortalığa gəlməyib. Fəqət 60-cı illərin ortalarında Azərbaycan Demokrat Firqəsi tərəfindən bir kitab buraxılıb, Pişəvərinin məqalələri. Orada da onun kommunist yönlü məqalələrini salıb. Belə çıxır ki, bu adam elə əvvəldən axıra qədər kommunist olub. Halbuki bizim apardığımız tədqiqatda başqa məsələ ortaya gəldi, çıxdı. Məlum oldu ki, Pişəvəri cəmi cümlətəni 10 il kommunist məfkurəsinə xidmət edib. Sonra o da Nəriman Nərimanov kimi, Türkiyənin böyük şairi Nazım Hikmət kimi tutduğu mövqeydən çəkilib olub milli demokrat. Bu məsələ kitabda açıqlanır və bu elm üçün, ictimaiyyət üçün çox böyük yenilikdir. Bunu da açmaq məsələsi, yəni Pişəvərinin 1918-dən 28-ci ilə qədər kommunist məfkurəsinə xidmət etməsi, Ədalət Partiyasının rəhbərlərindən olması, Ədalət qəzetinin redaktoru olması, 3-cü internasionalın iclasında iştirak etməsi, bunu danmaz faktdır. Yəni Pişəvəri kommunist olub. Gilan inqilabında bir kommunist kimi iştirak edib. Gilan qəzetində çıxmağına kömək edib. Amma özü yazır ki, mən 10 ildən sonra keçdiyim həyat yoluna baxdım, gördüm ki, mən düz yolda deyiləm. Bu istintab materiallarında göstərilir. Orada göstərir ki, ona görə mən düz yolda deyiləm ki, kommunist prinsiplərini, kommunist məfkurəsini İran kimi gerdə qalmış bir məmləkətdə piyada eləmək, tətbiq etmək mümkün deyil. Kommunistlər proletar diktaturasını rəhbər tuturlar. İranda proletariat yoxdur və hətta yazır, 100 il bundan sonra bəlkə də hələ olmadı. Sonra kəndli məsələsi, İran ki, əsas ağrar ölkədir, kəndli məsələsi az qoyulur.
proletariatın rəhbərliyi altında sinifi mübarizə məsələsi qoyulur ki, iki sinif var. Fəhlələrdir, kəndlilərdir. O birisi siniflər bir sinif kimi ləğv olunur. Bu İran kimi çox uqratlı ölkədə bunu tətbiq etmək mümkün deyil. Siz bilərsiniz və dinləyicilər niyə? Ona görə ki, bir malik, yəni bir mülkədar, həm mülkədardır, həm də kəndlidir. Bir tüşan sahibi, tacir, həm tüşan sahibidir, həm də işçidir. Ona görə də burada sinifi, tam formalaşmış sinifi tapmaq mümkün deyil. Sonra başqa məsələni göstərir. Deyir ki, kommunistlər ateistlər, onlar Allahı inkar edirlər. Məhəmməd Peyğəmbəri tanımırlar, Quranı tanımırlar. İran kimi dindar bir ölkədə bunu tətbiq etmək olarmı? Cavab verir ki, mümkün deyil. Və bir sırada başqa səbəblər var. Bütün bunlar hamısı əsas verir ki, bu kişi zindana düşəndən sonra 30-cu ildə, sonra öz xətti hərəkətində, ideoloji görüşündə dəyişikliyə əmələ gəlir. Yəni kommunistlikdən əl çəkib, keçir sosial demokratlığa. Əlbəttə, kommunizmin yaxşı prinsiplərinin olduğunu deyir. Ancaq o deyir ki, bu prinsiplər İran mühiti üçün yaramaz, mümkündür. Bu Avropa üçün ola bilsin, xeyir versin. Və beləliklə kitabda ki, gətirilən yeniyin biri bundan ibarətdir ki, pişəvəri ömrün axırına qədər kommunist olmayıb. Seyid Cəfər Pişəvərinin 1945-ci il noyabrın 10-da Azərbaycan qəzetində çıxmış məqaləsindən. Bir gün Molla Nəsrəddin eşşəyinə minib gedirdi. Bir qədər getdikdən sonra bir ağacın kölgəsində eşşəkdən düşüb dincəldi. Yedi, içdi, nəhayət eşşəyin nuxtasını ayağına bağlayıb yatdı. Molla yuxuda olduğu vaxt bir oğru gəlib Mollanın əmmaməsini, ləbbadəsini, yəni araqçınını və abasını çıxarıb özü qeydi və eşşəyin də nuxtasını açıb öz ayağına bağladı və Mollanın yanında uzandı. Molla yuxudan ayrılıb heyrətə düşdü. O öz-özünə dedi, əgər mənəm, bəs bu kimdir? Molla nə qədər fikirləşdi, bir nəticə çıxara bilmədi. Nəhayət, bu qərara gəldi. Mən deyiləm, eşşək də mənim deyildi. Bunu deyib çıxıb getdi. Mollanın bütün hərəkətlərində bir fəlsəfə, bir his-hikmət vardı. Bugün doktor Əfşarların gələcək məcəllələrində yazdıqları məqalələr eyni Molla Nəsrəddinin hekayəsini xatırladır. Doktor Əfşarlar və ayrı alim və tarixçilər və daha kimlər buyururlar ki, biz Azərbaycanlı deyilik, biz yoxuq, biz deyilik. Bu sözləri demək üçün onlar əvvəlcə bizi oğru kimi soyundururlar, var yoxumuzu əlimizdən alıb özlərinə çıxırlar, sonra da deyirlər ki, siz Azərbaycanlı deyilsiniz. Azərbaycan dili Monqollardan qalıb, cəbə getdi. Azərbaycan adı Arandı, Ləbbadə getdi. Nizami, Xaqani farslılar, Əba getdi. Azərbaycanlılar farslılar, eşşək getdi. Biraz da keçsə deyəcəklər ki, ümumiyyətlə Azərbaycan deyilən ölkə və orada yaşayan canlı adamlar yoxdular. Doğrudur, indi Tehranda belə iddiaya düşmək moddur. Yerindən duran Azərbaycanlıları töhmət edir. Nə olar? Qoy etsinlər. Dəyirman bildiyini edir, çax-çax da başını ağrıdır. Bu söhbətlərdən sonra doktor Əfşara və o qəbildən olan əşxasə bir məsləhətimiz var. Tərsəm nərəsi və məqsəd ey Əfşar. Qorxuram məqsədinə çatmayasan ey Əfşar. Təklənmiş Demokrat radiodastanını dinləyirsiniz. Bələdçimiz Seyid Cəfər Pişəvərinin və Güney Azərbaycanın azadlığı yolunda canlarını fəda etmiş insanların xatirəsinə kitab yazmış Əkrəm Rəhimlidir. Bu hətta bu 53-lərlə bərabər 53-lər kommunistlər idi, cavan uşaqlar idi. Zindanda yatanda Pişəvəri ilə 53-lər arasında mübahisə o yerə çatır ki, hətta bunlar Pişəvərini boykot edirlər. Həmən bu 53-lərdən 3 nəfərin xatirələri mənim əlimdə var. Ola göstərir ki, biz gedirdik, mən gedirdim onun yanına. O bizim yanımıza gəlmedi çünki onlarla toqquşmaması üçün. Ancaq deyib, zindanın özündə deyib, öz biliyinə görə, öz zəkasına görə böyük bir məktəb idi. Biz həmişə ondan öyrənirdik. O zindanda ta 10 il qalır, 10 il 6 ay. Sovet qoşunları, müttəfiq qoşun... Nə idi zindanın adı? Bəli. Zindanın adı nə idi? Qəsr Qacar zindanıdır. Bu Tehranın ən dəhşətli yerində tikilib. Bu zindanı vaxtı ilə atlar üçün tikilmiş zindan idi. Rıza Şah bunu elədi zindan. Özü də çox uzağı Tehrandakı, ora gedib gəlmək mümkün olmasın. O zindanın xatirələrini mən kitabda vermişəm. Zindan xatirələrinə lövhələr. Oxuyanda adam başın tükü qalxır. Zindanın içərisində əqrəb,
taxta piti, sonra həddindən artıq nəmlik, ifunət, xüsusən o istintağı aparan zaman bunlara bütün vasitələrlə bu əzabları verib.